Salam, hər vaxtınız xeyir. İkinci ixtisas qrupu üçün olan sınaq toplusundan sınaq 10-dakı suallara baxaq. Birinci sualda kompleks ədədlərə aiddir, ifadəsini sadələşdirindir. Deməli, 2 minus i kubu vur 2 plus i kvadratını əvvəlcə sadələşdirək. 2 minus i kubunu 2 minus i vurulsun 2 minus i'nin mötərizə kvadratı şəklində yazırıq. Vurulsun 2 plus i kvadratında olduğu kimi saxlayaq. Bərabərdir. Burada qüvvətlər eyni olduğuna görə bunlar bir mötərizədə vurub, yəni 2 minus i vur 2 plus i hasili kvadratı yüksəldə bilərik. Bu da 2'nin kvadratı 4 minus i kvadratının açılışıdır. I kvadratı bilirik ki, mənfi 1'ə bərabərdir. 4 minus mənfi 1 olacaq cavab 5. Və 5'in kvadratı 25. Deməli, bu 2 minus i'ni olduğu kimi saxlayırıq. 2 minus i. Bu hasil də bizə 25 verdi. Yəni 25 vur 2 minus i. İndi davam eləyirik. Vurub açsaq 25 2'yə vuranda 50 minus 25 i. Üstəgəl 12 böl i'nin də məxrəcini rasionallıqdan azad edirik. Yəni i'nin qoşması ilə i'yə vururuq. i'ni i'yə vururuq. Sürəti də i'yə vururuq. 50 minus 25 i. I kvadratı, yəni 12 i'ni i kvadratına böləndə, daha doğrusu burada belə şəkildə yazıram. 12 i böl i kvadratı. I kvadratda mənfi 1'dir. 12 i'ni mənfi 1'ə böləndə minus 12 i. Cavab 50 minus 37 i. Olacaq düzgün cavab C variantı. İkinci suala baxırıq. Yenə ifadəsini sadələşdirindir. 18 i qüvvətində 375 üstəgəl 5 i üstü 37. Əvvəlcə i'nin qüvvətlərinə baxırıq. I üstü 1 i'yə bərabərdir. I kvadratı mənfi 1. i'nin kubu i kvadratı vur i deməkdir. I kvadratı mənfi 1'dirsə mənfi 1 i'yə vuranda mənfi i. Və i üstü 4. I üstü 4 də i kvadratının kvadratı deməkdir. Yəni mənfi 1'in kvadratı müsbət 1. Və növbəti gəlir i üstü 5. Bu da i üstü 4 vur i deməkdir. I üstü 4 1 idi. 1 idi i'yə vuranda i. Buradan fikir versək görürük ki, hər 4 addımdan bir bunun qiymətləri təkrarlanır. Yəni baxın, yenə i gəldi. Yenə növbəti i üstü 6 olacaq. I üstü 6 da yenə mənfi 1'ə bərabərdir. Deməli, bunun periodu 4'ə bərabərdir. Period 4'dürsə, yəni hər 4 addımdan bir cavablar təkrarlanır. Burada i'nin qüvvətlərini 4'ə böləcəyik. 375'i bölürük 4'ə, bizə qalıq lazımdır. 37'də 4 9 dəfə, 15'də 4 3 dəfə, 12. Qalıq qalır 3. Bu qalan qalığı i'nin qüvvətinə yazırıq. Yəni 18 i'nin kubu. Üstəgəl 5 i üstü 37. 37'ni də 4'ə bölürük. 9 dəfə, 36 1. Qalıq 1. Qalıq da i'nin qüvvətinə yazılır. I üstü 1. 18 vurulsun i kubunu bilirik biz mənfi 1'dir. Mənfi 1 yox, mənfi i daha doğrusu. Bu mənfi i'dir. Üstəgəl 5 i. Mənfi 18 i'nin üzərinə 5 i gələndə mənfi 13 i. D variantı. Üçüncü sualda bərabərliyindən z kompleks ədədini soruşur. 2 plus i bölünsün z bərabərdir 2 minus i. Buradan z'ti tapırıq. Olacaq 2 minus i də 2 plus i. Bunu sadələşdirmək üçün məxrəcin qoşmasına vururuq. 2 plus i'yə həm sürəti, həm də məxrəci. Deməli, 2 vur 2 4, i'ni i'yə vuranda i kvadratı. Sürətdə 2 plus i'nin mötərizə kvadratı bərabərdir. Sürəti kvadratı yüksəldirik. 4, üstəgəl 4 i. Üstəgəl i kvadratı. I kvadratı da mənfi 1 olduğuna görə birbaşa 1 yazırım. Minus 1. 4 minus məxrəcdə mənfi 1. 4'dən mənfi 1 çıxanda müsbət 5. 4'dən 1 çıxaraq 3. Üstəgəl 4 i. Məxrəcə bölsək 3 böl 5. Üstəgəl 4 böl 5 i. 0,6 üstəgəl 0,8 i. Yəni C variantı. Dördüncü sualda 5 üstəgəl i'nin mötərizə kvadratı bu ifadəyə uyğun kompleks ədədin qoşmasını soruşur. Əvvəlcə bunu kvadratı yüksəldirik. 25 üstəgəl 10 i üstəgəl i kvadratı. 25 üstəgəl 10 i
i kvadratı mənfi 1-dir. 25-dən 1 çıxırıq 24, üzərinə də gəlirik 10i. 24 üstəgəl 10i'nin qoşması olacaq 24 minus 10i. Yəni Y variantı. Çünki Z bərabərdir A plus BI ədədinin qoşması Z üstü xətt A minus BI-yə bərabərdir. 5-ci suala baxırıq. 8 minus 5A üstü 4 binomunun açılışında əmsallarının cəmini soruşur. Əvvəlcə qaydanı yadımıza salırıq. AX üstəgəl BY deyək. AX üstəgəl BY qüvvətində M var. Plus minus ola bilər, yəni işarə fərq yoxdur. Bu binomun açılışında ümumi əmsalların cəmi hər zaman ümumi əmsalların cəmi. A plus minus B qüvvətində N şəklində tapılır. Yəni burada dəyişən olan dəyişənlər X və Y-dir də. Dəyişənlərin yerinə 1 qoyuruq. X-ə də 1 veririk, Y-ə də 1 veririk. X-ə 1 verəndə A vur 1 A, B vur 1 B. Məsələn, bizim ifadəmizdə 8 minus 5A verilib. Dəyişənimiz bir dənə A-dır. A-nın yerinə 1 qoyuruq. 8 minus 5 vur 1, 8 minus 5, 3. Qüvvətində də 4 var. Yəni buradakı əmsalların cəmi olacaq 3 üstü 4, 81. D variantı. Və yaxud da başqa bir nümunə yazdım mən sizə. 5x üstəgəl 1 qüvvətində deyək ki 3. Bunun ümumi əmsalların cəmi soruşula bilər. Burada da yenə eyni qaydada x-in yerinə 1 qoyuruq. 5 vur 1, üzərinə də 1 gəlirik. Qüvvəti yüksəldirik 3-cü dərəcədən. Yəni bu 6-nın kubuna bərabərdir. Və yaxud da 3x minus 2y qüvvətində 5 verilib. Yenə eyni qaydada x-ə və y-ə 1 veririk. 3 vur 1, 3, 2 vur 1, 2, qüvvətində də 5 verir bizə 1. Deməli, əmsalların cəmi 1-ə bərabərdir. Baxırıq 6 nömrəli suala. Köklərindən biri 5 üstəgəl 2 olan həqiqi əmsallı kvadrat tənliyi göstərin deyir. Köklərdən biri, yəni x1 bərabərdir 5 üstəgəl 2 idisə, deməli digər kök qoşma kökdür. Çünki həqiqi əmsallar həqiqi ədədlər olmalıdır. Yəni deyək ki 5 minus 2 qoşması. Və yaxud da biz şeydə keçmişdik çox ədlər mövzusundan. Çox ədlər mövzusunda olmalıydı. Kvadrat köklər mövzusunda rasional əmsallı kvadrat tənliyi qurun deyirdi. Orada bəli irrasional ədəd verilirdi köklərdən biri. Digəri də onun qoşması olurdu. Burada da eyni qaydada. Rasional əmsallı kvadrat tənlik qurmaq istəyərsək və yaxud da həqiqi əmsallı eyni şeydir. Qoşma köklər yəni qoşma ədədlər olmalıdır. İndi Viet teoreminə görə köklər cəmi x1 üstəgəl x2 əks işarə ilə ikinci əddin əmsallı. Köklər hasili isə sərbəst əddə c-yə bərabərdir. 5 üstəgəl 2i üstəgəl 5 minus 2i bərabərdir mənfi b. 2 ilə islah gedir. 10 bərabərdir mənfi b-yə, b olacaq mənfi 10. 5 üstəgəl 2i və 5 minus 2i bərabərdir c-yə. 25 minus 4i kvadratı bərabərdir c-yə. i kvadratı mənfi 1-dir. 25-in üzərinə 4 gələndə olacaq 29. Deməli, çevrilmiş kvadrat tənlik x kvadratı üstəgəl bx üstəgəl c bərabərdir 0 şəklindədir. X kvadratı b-nin yerinə 10 yazıram, mənfi 10. C də 29 bərabərdir 0. Olacaq düzgün cavab Y variantı. 7 nömrəli suala baxırıq. N hansı qiymətində bərabərlik doğrudur deyir. Verilib bizə 9 vurulsun n plus 2 faktorial bölünsün 4 vurulsun n plus 1 faktorial bərabərdir n üstəgəl 12. Burada n plus 2 faktorial böyüyü n plus 2'dir, düzdürmü? N plus 2'ni n plus 1'ə görə açırıq. Yəni 9-dan işimiz yoxdur. N plus 2 faktorialın yerinə yazıram. N plus 1 faktorial, yəni onun əvvəlki hədd n plus 1 idi. 1 var idi əvvəl. Vurulsun n plus 2. Bölünsün 4 vur n plus 1 faktorial. Bərabərdir n üstəgəl 12. N plus 1 faktoriallar ixtisar gedir. 9 vur n plus 2 bərabərdir 4 vur n plus 12. 9n üstəgəl 18 bərabərdir 4n üstəgəl 48. 5n bərabərdir 48-dən 18 çıxanda 30. N də olacaq 6. Bizdən də nə soruşulurdu? Elə n soruşulurdu. Cavab D variantı.
8 nömrəli sualda binomun ayrılışında ən böyük binomial əmsalı soruşur. Deməli, bunun dərəcəsi yəni 9-sa, yəni 9-sa, deməli burada 10 element iştirak edir, düzdürmü? Çünki 3 üstəgəl 2a üstü 9-un açılışında kombinizon 9-dan 0-da başlayır. Ən sonuncusu kombinizon 9-dan 9-dur. Yəni burada 10 elementi var. Burada deyək ki, a plus b üstü n binomun ayrılışında elementlərin sayı bu n-dən bir vahid çox olur, n plus 1. Əgər bu binomun ayrılışında deməli 10 element varsa, ən böyük binomial əmsal ortada duran əmsaldır. Ortada da cüt sayda yəni əmsal qalır, 2 dənə əmsal qalır ortada və onların ikisi də bir-birinə bərabərdir. Çünki anlar ki, kombinizon 9-dan 4, ortada qalan 2 əmsal kombinizon 9-dan 4 və kombinizon 9-dan 5-dir. Bunlar da bir-birinə bərabərdir. Hər hansı birini hesablamaq olar. Cavab çünki eyni alınacaq. Olacaq 9 faktorial bölünsün 5 faktorial vur 4 faktorial. 9 faktorial açırıq. 5 faktorial 6, 7, 8, 9. 4 faktorialda 1-dən 4-ə qədər ədədlərin hasili 24. 5 faktoriallar ixtisar gedir. 24-ü 6-ya böləndə 4 dəfə. 8-i 4-ə böləndə 2 dəfə. 14 vururuq 9-a olacaq 126 D variantı. 9-cu suala baxırıq. Ədədlər sırasının modası ilə medianının cəmini soruşur. Moda ən çox təkrarlanan ədəddir. Burada ən çox təkrarlanan ədəd 4-dür. Yəni 4-dən ən çox saydadır. Deməli, modası 4-dür. Buraya yazıram moda 4. Median isə ədədlər ya artan ardıcıllıqla ya da azalan ardıcıllıqla düzülür. Soldan və sağdan eyni yerdə duran ədəd sıranın medianıdır. Verilən ədədlər artan ardıcıllıqla düzməyib, əvvəlcə artan ardıcıllıqla düzək. 1, 1, 3 dənə 4 var. 6, 7, 8, 9, 12. Deməli, 3 dənə 4, 6, 7, 8, 9, 12. Soldan və sağdan eyni yerdə duran ədədləri silsək, ortada 2 sayda ədəd qalıb. 2 dənə ədəd qalanda bunların ədəd ortasını götürürük. Yəni 4 dənə 6-nın ədəd ortası olacaq 4 üstəgəl 6 böl 2, yəni 5. Median 5-dir, moda 4-dür. Cəmi də verəcək bizə 9. 10-cu suala baxırıq. Çoxluqlara aid sualdır. Əvvəlcə diaqramları çəkək. Eylerven diaqramları. Bu olsun A, bu da olsun B. A'da olub B'de olmayan 23 element vardı. Yəni A minus B fərqi 23. Buraya yazacağıq 23. A'da var, B'de yoxdur. Kəsişmədə 17 element var. Yəni A kəsişmə B 17. Və ümumi B'de 38 element var deyir. Ümumi B'de 38 element varsa, kəsişmədəki elementlərin sayını çıxıram. Qalır 21. Deməli, təkcə B'de 21 element var. İndi A birləşmə B. A birləşmə B ümumi elementlərin sayı deməkdir. 23 üstəgəl 17 üstəgəl 21. Bu da bizə verir, deməli, 61. 61 üstəgəl B minus A, yəni B'de olub A'da olmayan elementlərin sayı da 21'dir. Bunların cəmi olacaq 82 A variantı. 11 nömrəli suala baxırıq. Binomun ayrılışında sərbəst həddi soruşur bizdən. Sərbəst hədd nədir? Sərbəst hədd, yəni yanında x olmamalıdır. Yəni x-in qüvvəti 0 olmalıdır ki, sərbəst hədd alınsın. Məsələn, 5x üstü 0 sərbəst həddir. Ədədin üstü 0 1-ə bərabərdir. 5-də 1-ə vuranda 5. 7x üstü 0 sərbəst həddir. Çünki bu da elə 7-yə bərabərdir. Yəni x kvadratı bunun qüvvətində neçə var bilmirik və bu 1 böl x. Bu hasildə qüvvətləri cəmi 0 olmalıdır. Qüvvətlər cəmi 0 olmalıdır ki, ədədin üstü 0-da 1 olsun, yəni sərbəst hədd alınsın. İndi bunun düstur şəklində necə həll edə bilərik bunu? Yaza bilərik ki, neçənci həddi sərbəst həddi bilmirik. Olacaq bunun açılışı, yəni kombinizon 12-dən k, yəni k-cı həddi sərbəst həddidə vurulsun. X kvadratı qüvvətində 12 minus x 12 minus k vurulsun 1 böl x qüvvətində elə k. Yəni bu
binomu K'ya göre açdıq. Yəni K'nın cəddə görə açırıq. Bərabərdir. K minus 10, 12-dən K vurulsun. X üstü 2'ni vururam 12 minus K'ya. 24 minus 2K. 1 böl X'i də X üstü -1 kimi yazıram. Üstündə də K var. Bərabərdir. K minus 10, 12'dən K'ya. X üstü 24 minus 2K vurulsun X üstü -K. Bu X'lərin hasili bizə X üstü 0 verməlidir ki, həmin X'lərin üstü 0 olsa bu hasil 1'ə bərabər olacaq. Deməli, X üstü 24 minus 2K əsaslar eyni olduğuna görə qüvvətləri toplayırıq. Bu nəyi verəcək bizə? 24 minus 2K ilə -K'nı toplayanda olacaq X üstü 24 minus 3K. Deməli, 24 minus 3K 0'a bərabər olsa, 3K bərabərdir 24'ə, K 8. Deməli, K'nın 8 qiymətində bu X'ləri toplasaq, qüvvətləri cəmi 0 olacaq. Və X üstü 0 da 1'ə bərabər olur. Tək sərbəst həddimiz qalır, o da K minus 10, 12'dən 8. K minus 10, 12'dən 8 hesablayırıq. 12 faktorial bölünsün 8 faktorial vur 4 faktorial. 8 faktorial vur 9, 10, 11, 12. Bölünsün 8 faktorial. 4 faktorial da 24. 24'ü 12'ye 2 dəfə. 12'ye 5 dəfə. 5 vur 11, 55. Vururuq 9'a. Olacaq 495. Deməli, sərbəst həddimiz 495'ə bərabərdir. 12 nömrəli sualda oturacaqları 14 və 24, yan tərəfi 13 olan bərabər yanlı trapesiyanın simmetri ox ətrafında fırlanmasından alınan fiqurun həcmini soruşur. Deməli, bu olsun bərabər yanlı trapesiya. Biz bilirik ki, bərabər yanlı trapesiyanın bir dənə simmetri ox var. Bu oxun ətrafında fırlanmasını alınır kəsik konus. Kəsik konus alınır. Bizdən həmin kəsik konusun həcmini soruşur. Əvvəlcə kəsik konusun həcm düsturunu yazırıq. Pi h bölünsün 3. Böyük dairənin radiusunun kvadratı. Radiusları hasili üstəgəl kiçik dairənin radiusunun kvadratı. Oturacaqları 14 və 24-dürsə, kiçik dairənin radiusu olacaq 7. Böyük dairənin radiusu olacaq 24'ün yarısı 12. Və yan tərəf 13'dür deyir. İndi baxaq bizə nə lazımdır? H lazımdır bizə. Trapeziyanı ayrıca çəkirəm burada. Trapeziyanı çəkdim. Yan tərəf 13'dür. Kiçik oturacaq 14, böyük oturacaq 24. Buradan hündürlük çəkirəm. Bərabər yanlı trapeziyanın hündürlükləri bərabərdir. Bura 14'dürsə, burada 14'dür. 24'dən 14 çıxıram 10, yarı bölünür 5, 5. Burada da düzbucaqlı üçbucaq alınır. Pifagor teoreminə görə H-ın 12 olduğunu görürük. İndi gətirib yerinə qoyuruq. Pi H 12'dir. Böl 3. Böyük R-in kvadratı 12'nin kvadratı. Böyük R vur kiçik R 12 vur 7 84. Üstəgəl 7'nin kvadratı 49. 4 pi vurulsun. 144 üstəgəl 84 bizə verir 228. Üzərinə də 49 gələndə olacaq 277. 4'ü də vururuq 277'yə. 8 yazarıq. 2 yadda 8'dən bir tane neçə dənə ədəd var? 2 dənə var. 28 0 1108 pi. Yəni düzgün cavab A variantı. 13 nömrəli suala baxırıq. Oturacaqlarının radiusları 3 və 9, hündürlüyü 8 olan kəsik konusun tam səthinin sahəsini soruşur. Kəsik konus çəkirəm. Deməli, nə deyir? Baxaq görək. Oturacaqlarının radiusları 3 və 9'dur. Bura 3'dür. Burada 9'dur. Bu nöqtələri, yəni dairələri mərkəzlərini birləşdirəndə bura hündürlükdür. Hündürlük alınır. Hündürlüyü 8 verilib bizə. Kəsik konusun tam səthinin sahəsi, yan səthinin sahəsi, üstəgəl dairələrin sahəsi, yəni oturacaqlarının sahələri cəmi. S1 üstəgəl S2. S1 və S2 dairələrdə yan səthi necə tapırıq? Normal halda konusun yan səthi
pi r l'dir. Ama burada kesik konus olduğuna göre yazət pi l vurulsun radiusları cəmi. İndi burada yerine qoyuruq. Pi l r plus r üstə gəl pi kiçik r-in kvadratı pi böyük r-in kvadratı. Əvvəlcə bizə l lazımdır. Gəlin l-i tapaq. Bu O1 deyək ki, kiçik dairənin radiusu mərkəzi O1 olsun, böyük dairənin mərkəzi O2. O1 O2 perpendikulyar hündürlükdür, düzdürmü? 8. Bunu paralel olaraq bura köçürdürük. Burada olacaq 8. Bura kiçik, bura 3-dürsə, burada 3-dür. Ümumi radius 9 idi. 9-dan 3 çıxanda bura qalır 6. Burada yenə düzbucaqla üçbucaq alınır və bura konusun doğuranıdır. 8, 6 Pifagor teoreminə görə alınır 10. İndi gəlib getirib yerine qoya bilərik. Pi L 10'dur. Radiuslar 3 üstə gəl 9. Pi 3'ün kvadratı. Pi 9'un kvadratı. 12 vur 10. 120 pi. Üstə gəl 81 pi ilə 9 pi də 90 pi. Olacaq cavab 210 pi. B variantı. Baxırıq 14 nömrəli suala. Həcmi 18 pi olan yarım kürənin səthinin sahəsini soruşur. Yarım kürədirsə, tam kürənin həcmi V bərabərdir 3'te 4 pi r kubudur. Amma yarım kürə olanda V bölü 2. Yəni 3'te 4 pi r kubunu bölürük 2'ye. Bu da bizə verir 2 bölü 3 pi r kubu. Yəni yarım kürənin həcmi 3'te 2 pi r kubu bərabərdir 18 pi'ye. Hər tərəfi pi'ye böldük. 18'i 2'ye böləndə 9. R kubu 9'u 3'e vururuq 27. R olacaq 3. Yarım kürənin səthinin sahəsi. Yarım kürənin səthinin sahəsi 4 pi r kvadratının yarısı deyil. Yarım kürəni necə təsəvvür edək? Məsələn, deyək ki, qarpızı tən ortadan bölmüşük. Bir var, yarım kürənin səthinin sahəsini tapan ümumi kürənin sahəsini, yəni 4 pi r kvadratı deyilmi? Bunun yarısı. Bir də üzərinə gələcəyik. Məsələn, qarpızın üzünün də sahəsi varsa. Qarpızı tən ortadan bölmüşük. Bir var onun altdakı, yəni içinin sahəsi. Biri var onun üzünün sahəsi. Üzü də dairə olduğuna görə dairənin də sahəsi pi r kvadratıdır. Yəni bunu birbaşa 3 pi r kvadratı kimi də əzbərləyə bilərsiniz. Yəni yaddaşınız yaxşıdırsa və yaxud da belə təsəvvür edib düsturda çıxara bilərsiniz. Yəni düşür suallarda yarım kürənin səthinin sahəsini tapın deyə yarım kürənin səthinin sahəsi 3 pi r kvadratına bərabərdir. S yarım kürə bərabərdir 3 pi r 3'tür kvadratı 9. Olacaq elə 27 pi A variantı. 15 nömrəli sualda 10 elementli çoxluğun 3 elementli neçə alt çoxluğu var? Deməli 10 elementli çoxluğun 3 elementli alt çoxluqlarının sayı kombinizon 10'dan 3. 10 faktorial böl 7 faktorial vur 3 faktorial. 7 faktorial 8, 9, 10 böl 7 faktorial 3 faktorial da 1'dən 3'e qədər ədədlərin hasili. 8 vur 9, 72, 6'ya böləndə 12, 12'ni də 10'a vuranda 120. Düzgün cavab A variantı. Baxırıq 16 nömrəli suala. Konus. Konus çəkirik əvvəlcə. Konusun deyir, hündürlüğünün ortasından oturacağına paralel müstəvi keçir. Adlandırsaq A, B, C konus, bura O mərkəzdir, B, O hündürlükdür. Bunun ortasından oturacağa paralel müstəvi keçir, düzdürmü? Bu müstəvi keçir, deyir ki, bu müstəvi onun həcmini hansı nisbətdə bölür? İndi bura H-dırsa, burada H-dır. Hündürlüğün ortasıdır, düzdürmü? Yəni bura deyək ki, O1 nöqtəsi BO'nun ortasıdır. Və bura H-dır, bura perpendikulyardır, bura da perpendikulyardır. Və bu bucaq da hər ikisinin oxşar bucaqdır, daha doğrusu ortaq bucaqdır. Deməli, burada alınan BOK və BOC üç bucaqları oxşardır.
və O1 nöqtəsi B10 orta nöqtəsidirsə, K-da BC-nin orta nöqtəsidir. Deməli, yəni orada O1K orta xəttdir. Orta xəttdə oturacağın yarısına bərabərdir. OC-ni götürürəm 2R, O1K olacaq R. İndi həcmləri tapa bilərik. Deməli, əvvəlcə konusun həcmi nə bərabərdir? 3də 1, oturacağının sahəsi pi r kvadratı vurulsun h. Əvvəlcə biz tapaq V ABC'nin həcmini. ABC'nin həcmi 3də 1 pi, r'imiz 2r'dir. 2r'in kvadratı, h da 2h'dır. Yəni BO 2h'a bərabərdir. 3də 1 pi 4r kvadratı vur 2h. Bu da bizə verir 3də 1 8 pi r kvadratı h. Və yuxarıdakının deyək ki, MBK konusunun həcmini tapaq indi. V MBK. Bunun həcmi nəyə bərabərdir? 3də 1 pi, r'imiz elə r'dir, h da elə h-ə bərabərdir. Yəni 3də 1 pi r kvadratı h. Və yaxud da burada AMKC kəsik konusunun həcmini tapa bilərdik. Fərq yoxdur. Yaxud da ümumi həcmdən çıxanda həmin kəsik konusunun həcmi alınacaq. Yəni həmin kəsik konusunun həcmində 3də 1 ədədi olacaq. Ona görə bu 3də 1-lər hər bir həcm düsturunda olduğuna görə 3də 1-ləri saymırıq. Belə yanaşa bilərik. Deyək ki, bu ümumi konusun həcmi 8 pi r kvadratı h-dırsa, 8 pi r kvadratı h. Biz tapmışıq bu balaca konusun. Baxın, buranın həcmini tapmışıq. Bunun həcmini tapdıq ki, pi r kvadratı h. Ümumi böyük konusun həcmi 8 pi r kvadrat h-dırsa, bu kəsik konusun həcminə qalır 7 pi r kvadratı h. Və yaxud da kəsik konusun həcmi düsturuna əsasən, bundan yuxarıdakı sual izah eləmişdim. Oradakı düsturu əsasən hesablasaz alacaqsınız ki, yəni 3də 1 vur 7 pi r kvadrat h. Yəni hamısının əmsalı 3də 1 olaraq qalır. 3də 1 yazmadım. Yəni eyni bir ədəddir. İxtisar gedəcəkdir. Deməli, bu müstəvi, yəni oturacaq paralel götürmüş müstəvi, bu böyük konusun həcmini pi r kvadratı h 3də 1 ilə yaza bilərik. Yəni belə yazaq. 3də 1 pi r kvadratı h bölünsün 3də 1 7 pi r kvadratı h nisbətində bölür. Yəqin ki, başlaya bildim. Kiçik, yuxarıda qalan konusun həcmi 3də 1 pi r kvadrat h-dır. Altdakı kəsik konusun həcmi 3də 1 vur 7 pi r kvadrat h-dır. Burada məsələn 3də 1 pi r kvadratlar h-lar ixtisar getsə, alınacaq 1 böl 7. Deməli, 1 böl 7 nisbətində bölür. Cavab B variantı. 17 nömrəli suala baxırıq. İki oyun zəri birlikdə ilk dəfə atılır. Xallar cəminin birinci dəfə 8-dən böyük, ikinci dəfə onun bölən olması hadisəsinin ehtimalını soruşur. Biz bilirik, iki zəri atırıqsa, xallar cəmi ən çox 12 ola bilər. Çünki hər bir zərdə ən böyük 6 üzü var. İkisində də 6 düşsə, ən böyük ədəd 12 ola bilər. 8-dən böyük olması üçün, yəni 8-dən böyük nə deməkdir? 9 olsun, 10 olsun, 11, bir də 12. Əvvəlcə xallar cəmi 9 olan mümkün halları yazaq. Daha doğrusu əlverişli halları yazaq. Xallar cəmi 9 olması üçün götürməliyik 3, 6, 6, 3, 4, 5 və 5, 4. Başqa yoxdur xallar cəmi 9 verən. Xallar cəmi 10 olması üçün 5, 5, 4, 6, 6, 4. 11 olması üçün 5, 6, 6, 5. 12 olması üçün hər ikisində 6 olmalıdır. Buradakı mümkün halların sayı 4, 7, 8, 9, 10. Əlverişli hallar sayı üzr istəyirəm. Əlverişli hallar sayı 10'dur. İndi bunun ehtimalını tapaq əvvəlcə. Ehtimal birinci halda 2 zəri eyni zamanda atırıqsa məxrəcdə olacaq 6'nın kvadratı. Sürətdə də bu mümkün halların sayı 6'nın kvadratıdır. Əlverişli hallar sayı da 10. Yəni 10 böl 36 ixtisar etsək 5 böl 18. İkinci hala baxaq. İkinci halda deyir ki, onun böləni olsun. Onun böləni hansıdır? 1, 2, 5, 10. Onun bölənlərdir bunlar. Cəmi 1 verən ədədlər yoxdur. Cəmi 2 verməsi üçün hər ikisinə 1 düşməlidir. Başqa variant yoxdur. Cəmi 5 olması üçün 1, 4, 2, 3,
3, 2 və 4, 1. Cəmi 10 olması üçün 6, 4, 4, 6, bir də 5, 5. Cəmi 10 verənlər. Burada isə əlverişli hallar sayı 3, 4, 5, 6, 7, 8. 8 dənədir. Ehtimal ikinci hal üçün. Yenə ikizləri eyni zamanda atarıqsa məxrəcdə 6-nın kvadratı olacaq. 3 dəfə atsaydıq 6-nın kubu yazardıq. Sürətdə isə əlverişli hallar sayı 8. Yəni 8 böl 36. 4-ə bölsək 2 dəfə, 9 dəfə. İndi isə bu ehtimalları vuracağıq. Yəni 18-də 5 vurulsun 9-da 2. 18 böl 2, 9. 5 böl 81. Olacaq A variantı. Baxaraq 18 nömrəli suala. İki idmançı eyni vaxtda eyni hədəfə atəş açır. Birinci idmançının hədəfi vurma ehtimalı 0,8. İkinci idmançının hədəfi vurma ehtimalı 0,7-dir. Atəşlərdən yalnız birinin hədəfə dəyməsi hadisəsinin ehtimalını soruşur. Yalnız birinin deməli hədəfə dəyməsi ehtimalını soruşur. Birincinin vurma ehtimalı 0,8 isə vurmama ehtimalı 1-dən 0,8 çıxanda 0,2-dir. İkincinin isə 0,3. Deməli, əvvəlcə nə edirik? Birinci idmançı üçün yox, birinci hala baxarıq. Birinci halda birinci idmançının hədəfi vurma ehtimalı 0,8. Birinci idmançı vurur, amma ikincisi vurmur. İkincisinin vurma ehtimalı nə qədər idi? 0,3. Bu verir bizə 0,24. İkinci halda ikinci idmançı vurur 0,7. İkinci idmançının yəni hədəfi vurma ehtimalı dəyir. 0,7 ehtimalı. Amma birincidə dəymir, olacaq 0,2. Bu da bizə verir 0,14. Sonra isə bu ehtimalları toplayacağıq. P1 üstəgəl P2. 0,24 ilə 0,14-ü toplasaq, verir bizə 0,38.